Deməli, seminar suallarından imtahana düşə biləcəklərinin davamına baxaq. Bölmə. Baxaq, indi nisbət tənasüb faiz bölməsinin suallarına imtahana qədər ikinci səndə mövzuların hamısına baxacaq bir-bir. Deməli, uşaqlar, ədədi 25% artırdılar. Deyir, alınan ədədi neçə faiz azaltmaq lazımdır ki, əvvəlki ədəd alınsın. Belə suallarda yadda saxlayın ki, məsələdə bir dənə faiz varsa, onda 100 vur 100 qaydasına istifadə edin. 100 vurulsun 100, bölünsün. Deməli, 25% artırıramsa, mən bura 125 yazmalıyam. Azaltsalar 75 yazardım. Yəni, məsələnin şərtində nə deyirsə, məxrəcə onu yazmaq lazımdır. İndi burada ixtisarlarımıza aparsaq. 125-i bölürəm 25-ə, düşür 5. 100-ü bölürəm 25-ə, düşür 4. 5 ilə də 100 getsə 20 qalacaq. 20-ni də 4-ə vursam 80 eləyəcək. Deməli, əvvəlki ədəd nə qədər azaltmaq lazımdır? 100-dən 80-ə düşməlidir. Deməli, 20% azaltmaq lazımdır. Gəldik bura. Birinci ədəd 90-a, ikinci birincinin 60%-nə, üçüncü isə birinci ədədlə ikinci ədədin fərqinin 75%-nə bərabərdir. Bu ədədlərin cəmini tapın verir. Testli suallar. Deməli, birinci ədədimiz 90-dır. Buraya yazıram birinci 90. İkinci birincinin 60%-idir. Yəni 90-ın 60%-idir. Bölürəm 100-ə, sıfırları atsam 54 eləyəcək. Üçüncü isə birinci ilə ikincinin fərqinin 90-dan 54 çıxmalıyam və 75%. Vururam 75-ə, bölürəm 100-ə. Sanda qalacaq burada 36, vurulsun 75, bölünsün 100. 75-i 5-ə böləndə 15, 5-ə böləndə düşür burada 20. 20-ni 5-ə böləndə 25-ə bölərdim, gərək bir başa. Gəlin 25-ə bölün, bir də vaxt yoxdur, hamısını bir. 25-ə böləndə 3, 25-ə böləndə 4, 4 ilə getsə 9, 9 dəfə 3, 27. Mənə lazım bu ədədlərin cəmi. 90 üstə gəlinsin 54, üstə gəlinsin 27, olacaq 171. Cavab olacaq D variantı. Sonra bir ədədin 15% digərinin 45%-nə bərabərdir. Belə misallarda elə bərabərləşdirin. 15x-dir, digəri də 45y götürürəm. Hər tərəfi 15-ə bölsəm, x bərabər olacaq 3y-ə. Deyir, bunların cəmi 256-dır. Yəni, x üstəgəl y bərabərdir 256-ya. X-in yerinə 3y yazıram. 3y üzərinə gəl y bərabərdir 256. Toplayanda 4y bərabərdir 256. 256-nı 4-ə bölündə 64. 1 64-dürsə, 3 64-ə vuranda digər də olacaq burada 192. Olur C variantı. 11-ci sinifdə 30 oğlan oxuyur. Oğlanların 20-si və qızların 40%-i dərnəkdə məşğul olur. Sinifin 60%-nin dərnəklərdə məşğul olduğunu bilərək şagirdlərin ümumi sayını tapın. Deməli, ümumi belə deyək də, oğlanların sayı 30 nəfərdir. Qızlar da x qədərdir. Ümumi şagirdlər deməli bu olsun oğlan, bu qarşısına yazın. Bu olsun qız. Bu da ümumi də ki 30 üzərinə gəl x nəfər şagirddir. Deməli oğlanların 20-si, buradan 20 nəfər götürəcəm. Qızların da 40%-i. Yüzdə 40 eləyəcəm. Yəni 10-da 4 x-də qızlardan dərnəkdə məşğul olur. 60% dərnək məşğul olur deyir. Deməli bunun 60%-i. 30 üzərinə gəl x-i vurmalıyam 60-a, bölməliyəm 100-ə. Bu bərabər olmalıdır bu ikisinin cəminə. Yəni 10-da 4 x-la 20-nin cəminə. Tənlik qurduq bu şəkildə. Buradan sıfırları atıram. Olur 10-da 6-nı vururam 30-a 180. Üzərinə gəl 6x bərabərdir 10-da 4x. Hətta bu 20-ni də yazıram 10-da 200. Hamısında məxrəcdə 10 var deyə onları tullayıram. Qaldı belə bir tənlik. Buradan 4x-i gətirirəm 6-nın yanına. 6x çıx 4x eləyir. Bu 180-də 200-ün yanına aparıram. Olur onda 200 çıxılsın 180. 2x bərabərdir 20-yə. X bərabər oldu 10-a. Şagirdlərin ümumi sayını soruşur. Buraya yazıram 10. Deməli 30 nəfər oğlan idi. 10 nəfər də qız oldu. Obşi şagird elədi 40 nəfər. Sonra deməli deyir ki 5% 8 litr duz məhlulu. Deməli 5-i vururam 8-ə. 10% 12 litri qarışdırıram. 10 vurulsun 12-yə.
Qarışdıranda litrlər toplanır. 8 litr burada, 12 litr burada, toplayanda elədi 20 litr və alınan faiz soruşur. Faiz də bilmirəm, x yazıram yanına. Heç nə, bunu hesablayanda 40 üzərinə gəlir 120 bərabərdir 20x-ə. Buradan toplayanda 160 bərabərdir 20x-ə. X də bərabər oldu 8-ə. Deməli, alınan məhlul 8%li məhlul imiş. Sonra baxaq digər suala. Gerçəndəki suyun 20%-i buxarlandı. 160 qaldı. Qalan suyun isə miqdar artırmaq lazım, faiz artırmaq lazımdır ki, əvvəlki qədər su alınsın. Deməli, çəndəki suyu bilmirəm. X qədər su var. 20% buxarlandı. Yəni yerdə 80% qaldı da. X vurulsun 80 bölünsün 100 bərabərdir 160-a. Buradan sıfırları açsam 8x bərabərdir. Onu vururam 160-a 1600. X bərabər oldu buradan böləndə 200. Deməli, çəndə 200 litr su var imiş. Deməli, qalan suyu 160 litr buxarlanıbsa, deməli yerdə 40 litr su qalıb. Mən etməliyəm? Bunu artırmalıyam. Necə faizsə əvvəlki alınsın. Deməli, artıranda 100-ə vururuq da, 100 plusa vururam. 100 üzərinə gəlir x, bölünsün 100, əvvəlki qədər. Yəni, əvvəlki də 200-dür. 200 alınsın deyir. Bu sıfırla sıfıra açsam, buradan 4-ü vururam 100-ə, 400, üzərinə gəlir 4x, bərabərdir. 10 da çarpaz vuranda bura olacaq 2000. Buradan 4x bərabərdir. 2000-lə 400-ün çıxanda qalır burada 1600. X də bərabərdir. Böləndə nə qədər qalacaq burada? Mən nəyi səhv elədim? 40 eləyir də elə. 160 tamam. Mən sıfırın birini mi artıq yazdım? Yəni, baxın, təzdən təkrar görüm, haradasa nəsə artıq olmadı ki. Deməli, 20% buxarlandı. Yerdə qaldı 80%. X vur 80 bölünsün 100 olacaq 160. Sıfırın birini atdım. 1600-ü bölürəm 8-ə. 200-dür. Deməli, səndə 200 litr su var imiş. Sonra qalan suyun miqdarını neçə faiz artırmaq. Qalan su nə qədərdir burada? 160-ı getdi. 160 qalıb deyirik burada. Qalan su 160-dır. Mən bura 160 yazmalıydım. Sən gözləyin. Əslində burada qalan su bu qədər qalıbsa, niyə mənə 20% buxarlandı verir? 200 alınsın deyə də. 160 vurulsun 100 plus x bölünsün deməli 100 bərabər olmalıdır 200-ə. Çəndə 200 idi axı suyun miqdarı, onu bayaq tapmışdıq. Buradan bunu 20-yə böləndə düşəcək burada 8, 20-yə böləndə qalacaq burada 5. 800 üzərinə gələ 8x bərabərdir. 5-də vururam 200-ə, olur 1000. 8x bərabər 200-ə, x də bərabər oldu buradan 25%. Olur Y variantı. Sonra düzbucaqlının uzunluğunu 30% artıranda olacaq 130. 40% azaldanda olacaq 60. Çünki 100 ilə müqayisə edir həmişə. 130-u vururam 60-a, bölürəm 100-ə. Sıfırları atdım, 6 dəfə 13, 78. Deməli, əvvəl 100-dür, indi 78-dir. Deməli, 22% azalma baş verib. Sonra, yenə eyni sualdan gəldi biri. Deməli, çəndəki suyun 25%-ni buxarlandırdıq. 90 qaldı. 25-i buxarlanırsa 75-i qalır. %75x bərabər 90 yazmalıyam. 25-ə böləndə 3, 25-ə böləndə 4 qalır. 3x bərabər 4-ü vururam 90-a, 360. Bu da 120. Deməli, çəndə 120 litr olmalıymış. 90 qalıbdır. Qalan suyu artırıram. 90-ı artıranda 90 vurulsun 100 plus x bölünsün 100 bərabər olmalıdır. 120 alınmalıdır burada. 0-dan 0-a atsam 900 üzərinə gəlir 9x bərabərdir 1200. Onu çarpaz vurdum. 9x bərabərdir 300. X bərabərdir 300 bölünsün 9. 3-ə yaparsam ixtisar 100 bölünsün 3. Bu da 33,3-də 1 eləyəcək. Olur A variantı. Sonra bir 6 ton 96 faizli spirt məhluluna
Nə qədər su əlavə etmək lazımdır ki, 80% spirt məhlulu alınsın? Ümumiyyətlə, yanaşı verilən spirtləri bir-birinə vurmaq lazımdır. Faizlə tonuna. 6 vur 96 yazmalıyam. Bərabərdir. Su əlavə olanda tona gələcək. 6 üzərinə gəl su. Bilmirəm suyu. Alınıb 80. 96-ı 8-ə böləndə 12. Buna da 8-ə böləndə 10 qalır. 6 dəfə 12 72. Bərabərdir. 6 üzərinə gəl x vurulsun 10. Buradan 6 üstə gəl x bərabərdir. 72 ona böləndə 7 onda 2 qalır. 7 onda 2-dən də 6 çıxanda 1 onda 2 qalacaq. Cavab olacaq B variantı. Sonra kvadratın tərəfini 10% artıranda onun sahəsi neçə faiz artacaq? Deməli, kvadratın sahə düsturu a kvadratıdır. Bunu bildik. Tərəfimiz a olanda sahə a kvadratıdır. İndi 10% artıranda %110 oldu. %110. A kvadrat deyirəm axı. Sahədə kvadrat var. Faiz hesablayanda aldığım cavabı 100-ə vurmalıyam. Buradan sıfırları atıram. 10-da 11-in kvadratı %121. Vurulsun 100. Yüzlər getsə cavab qalacaq 121. Əvvəl 100%-dir, indi 121%-dir. Deməli 21% artıb. Sonra 40%-li spirt məhlulundan 25% götürüb, elə bil ki, bizim 100 litr spirt məhlulumuz var. 100 litr məhlul yazıram. Bunun 40%-ni götürürəm. 40%-ni götürəndə, yəni 40 litr götürdüm. Yerinə 25% yerinə 40%lik yox, 40%, 40 litr eləyir. 25% götürürəm bundan. Yəni 25 litrini götürdüm. Alınan məhlulda spirtin faiz miqdarını tapın deyir. 29-da nə edirsiniz? Yerinə ədəd qoyaraq tapmaq olarmı? Bəli, niyə də olmasın? 22-ci sualda tərəfinə 10 yazın. 10% artırın. Olsun 10-u 10% artıranda 10 vurulsun 110 bölünsün 100 eləyəcək. Aldığın cavabda kvadrata yüksəlt. Onda biləcəksən 100 ilə müqayisə eləyəndə neçənin kvadratı eləyir, ona baxacaqsan. Yəni fərqi yoxdur, eyni şeydir. Yəni rəqəm də qoya bilərsiniz yerinə həmin sualda. Adi şəkildə yaza bilərsiniz həmin sualda. Fərqi yoxdur. Dəqiqə. Deməli, neçədə qalmışdım? Sahəni izah elədim də kvadratı. Hə. Deməli, sual 30-a baxırdıq burada. Qarışıqdır nömrələr. Yaxşı. Deməli, 40%-li spirt məhlulu idi. Dəqiqə. Aha. Məhlulu götürdük uşaqlar 100 litr ümumi hesab üçün. Çünki əlimizdə məhlul yoxdur. Ona görə hesablamaq üçün 100 litr götürmək lazımdır. Həmişə belə misallarda 100 litr götürün, 100-dən hesablayın. Deməli, 40%-li spirt məhluludur. Deməli, onda 100-ün 40-ı spirtdir. Bura sıfır yazıram. Yerdə qalır 60-ı. Bu da sudur. 60 litrdə sudur. Deməli, deyir ki, burada 25%-ini götürürəm. Yəni 100-dən 25 çıxanda 75 qalır. Elə bil ki, 40 litr sudur. Bunun 25%-ini götürürəm. Spirtdə 25%-ini götürürəm buradan. Yəni 40-ın %40-ı 25-ə vururam. Bu eləyəcək neçə? Bölürəm 100-ə. %40-dır. 10 eləyir də. Deməli, 10-nu götürdüm. Onda deməli, nə edəcək? Dəqiqə. 10 litr yazıram bura. Bu da qalsın qıraqda. Yəni, mən 10 litr götürdüm. Həmin miqdarda su tökəcəm də bunun içərisinə. Yəni, bu 40 litr idi. 10 litrini götürdüm. 40-dan çıxacam 10-nu. Əlimizdə qaldı neçə? 30. Mənə lazımdır bunun məhlulun spirt faizli miqdarı. Mənə elə 30 litr deyil spirtin özü. Bunun faizini soruşur da. Mən %30-un vurmalıyam 100-ə. Faizini hesabladığıma görə. Bunlar da getsə, alınacaq burada 30 faizli. Sonra suya falan baxmadım orada. Çünki onu da artırıb 75 eləyəcəm. Alınır 70, 30, qayıdıb sənə 100-ü verir onsuz da. Elə bilin belə fikirləşin də. Bir dənə spirt qabıdır. Əlinizə spirt tökürsünüz nəsə bir şey olanda. Düzdürmü? Bu spirtin yarısını gətirib bu qaba tök.
Bu məsələn şüşənin üstə yazılır 95 faizli spirt məhlulu. Mən bunun yarısını bu qaba boşaltsam, bu da 95 faizli spirt məhluludur. Eyni tərkibdən ibarətdir. Ona görə faizləri dəyişmir. Neçə faizlidirsə, həmin faizli də qalır. Deyir ki, tərs mütənasib hissələrə bölünüb. Tərs deyirsə, bunları tərsinə yazmaq lazımdır. Yazıram 3-də 1 x, üzərinə gəl 7-də 1 x, üzərinə gəl 12-də 1 x. Bərabər olmalıdır 94-ə. Ortaq məxrəc bunların hamısına 84 olar. 3-ə, 7-yə və 12-yə başqa bir şey yoxdur. 84 eləmək üçün birincini vuracam deməli nəyə? 26 mı eləyir? Yox, 28. 28-də 84 yazacağım, 28-ə vurdum. 84-də 28x üzərinə gəl. İkincini 12-yə vurmalıyam. 84-də 12x eləyəcək. Üçüncünü də 7-yə vururam. 84-də 7x bərabər 94-ə. Bunlar toplayanda 84-də bu ikisi 47 x bərabər 94-ə. X bərabər 94-ü vurmalıyam. 47-də 84-ə. Bu ilə bu getsə 2 qalacaq. 2-ni 84-ə vuranda 168 eləyir. İndi 168-i bir dəfə böləcəksiniz 3-ə, bir dəfə böləcəksiniz 7-yə, bir dəfə də böləcəksiniz 12-yə. Düz mütənasib olanda buradakı ədədlərə vurursunuz bir-bir, amma tərs mütənasib olanda bölürsünüz. Böləndə qalacaq burada deməli 56, burada qalacaq 24, burada qalacaq deməli 10, neçə qalır? 12, 14. Hansı variantdadır? 56, 24, 14. Həcc variantında var. Həqiqət ədədlər. Deməli, burada birinci bölmədə, daha doğrusu birinci sualda hansı doğru deyil deyir. Deməli, həqiqət ədədlərdir. X-imiz müsbətdir. Sıfırdan böyük olduğuna görə. X-imiz mənfidir, bu da mənfidir. Məsələn, yerinə rəqəm də qoya bilərik. Heç bir problem yoxdur. X-in yerinə gəlin 1 yazağın. Y mənfi deyə mənfi 1, Z də olsun mənfi, eyni mənfi 1 yazıram buna da. Belə hesablamaq üçün daha rahat olsun. Y-in qiyməti mənfi 1, Z-in qiyməti də mənfi 1, mənfi 2 verir. Sıfırdan niyə böyük olsun? Elə səhv A variantındadır. Doğru olmayan lazımdır. Mənfi ədədlər niyə cəmi sıfırdan böyük olsun? Yerdə qalanlara baxmıram artıq. Müsbət ədədi göstərin deyir. 1,4-ü kök altında yazsam, eləyəcək 1,96. 1,96-dan 2-ni çıxanda mənfi cavabı alınır. Olmaz. 1,8 mənə 3,24 verir. Ədədi özünə vururam da. 3-dən 3,24 çıxanda mənfi qalır. Tulladım qırağa. 2,23-ü yazsaq, bu neçə eləyəcək? Elə bil ki, 23-ün kvadratıdır da. 23-ü 23-ə vuranda neçə eləyir? 429, 529 mu eləyir? Deyəcəm 529 eləməlidir. 5,29. Bu da mənfidir. Bu 6,25 eləyəcək. Bu da mənfidir. Çünki 6-dan çoxdur. İndi buna baxıram. 3-ün kvadratı 9, 2-yə vurdum 18. 2-nin kvadratı 4, 3-ə vururam 12. 18 çıx 12 bizə müsbət ədəd verdiyinə görə düzgün cavab olacaq Y variantı. Kəsr hissəsini tapın. Uşaqlar, belə misallara diqqətli olun. Kəsr hissəsini tapanda bizə lazım deyil bu hissə. Kök lazımdır. Yazıram mənfi kökdə 29. 29 nəyin kvadratına yaxındır? 5-in. Amma mənfi olduğuna görə biz 6 götürürük. Cavab olur 6 çıx kökdə 29. 9-u atıram, qalır orada kökdə 17. Kökdə 17 nəyin kvadratına yaxındır? 4-ün. Deməli, özündən sonra çıx 4 yazmalıyam. Olacaq Y variantı. Bununla bağlı izahlar var. Qısa bir 7-8 dəqiqəlik. Onu atacağım, onda baxarsınız. İndi burada ayrı-ayrılıqda modullar sıra bərabərləşdirməliyəm. Bir dəfə x çıxılsın 3 bərabər 0-a, x bərabər oldu 3-ə. Bir dəfə də 2y çıx 3 bərabər 0-a, 2y bərabər 3-ə, y də bərabər oldu 2-də 3-ə. X-y hasilini soruşur. 3-ü vurmalıyam 2-də 3-ə. Bu da eləyəcək 2-də 9. Yəni A variantı. Yine burada x çıxılsın 1-i bərabər etməliyəm 0-a, x bərabər olacaq 1-ə. Y çıx 2 ilə bərabər eləməliyəm 0-a, y bərabər olacaq 2-ə. X-y hasilini soruşur. 1-i 2-yə vuranda eləyəcək 2. Olur C variantı. Sonra
Buradan baxaq sual. Bərabərsizliklərdən hansı doğrudur? Biz buna necə baxacaq? İşarə şəklində. Mənfi 3-ün üzərinə tək ədəd mənfi verəcək. Mənfi 10 üzərinə tək ədəd mənfi. Mənfi ilə mənfi bizə müsbət verirsə, sıfırdan kiçik olmaz, tuturular. Mənfi 3-ün üstü 7 mənfi, mənfi 8-in üstündə 12 cütdür müsbət. Mənfi ilə müsbət sıfırdan kiçik olmalıdır, amma böyük veriblər, olmaz. Mənfi üstə cüt ədəd müsbət, mənfi üstə cüt ədəd müsbət. Müsbətlə müsbət müsbət edir deyə düzgün cavab olacaq C variantı. Sonra 3 ardıcıl tam ədədin cəmi mənfi 12-dir. Biri x-dir, biri x üstəgəl 1-dir, biri də x üstəgəl 2-dir. Bunları toplayanda 3x üzərinə gəl 3 bərabər olmalıdır mənfi 12-yə. Buradan 3x bərabərdir. Mənfi 12-dən 3-ün çıxanda mənfi 15. Mənfi 15 3-ə böləndə mənfi 5 oldu. Biri mənfi 5-dir. Biri mənfi 5-in üstə 1 gələndə mənfi 4-dür. Biri mənfi 5-in üstə 2 gələndə mənfi 3-dür. Ən böyüyün soruşur, cavab oldu mənfi 3. Və burada sonuncu sualımız uyğunluğu müəyyən edin. Birinci növbədə birinci hissəyə baxaq. Kəsr hissə var. Başqa şey varmı? Yox, kəsr hissə var. Mənfi 4,7-nin kəsr hissəsini tapanda mənfilərdə bu hissəni birdən çıxmaq lazımdır. 1 çıx 0,7. Bu eləyəcək 0,3. Və burada 0,8-dir. 1 çıx 0,8 eləyəcək 0,2. Bunların hasili cəmi 0,3 ilə 0,2-nin cəmi 0,5 eləyir. Doğrudur. A variantı gedəcək 1-ə. Və hasili 0,6 eləyir. 10-da 2-ni 3-ə vuranda %6. %6 varmı? Yox. Deməli 1-ə A getdi, üstü qutardı. Bunu tollayıram. Keçirəm ikinciyə. İkinci, mənfi 5,3-ün kəsr hissəsini tapanda 1-dən çıxmalıyım 0,3-ü. Eləyəcək 0,7. 1,4-ün kəsr hissəsi elə 0,4-ə bərabərdir. Bu hissəni götürürəm mənfi olmadığına görə. Bunların hasili 0,28 eləyir. D variantı gedir. Cəmi də 1,1 eləyir. Variantlarda yoxdur. Olacaq bir dənə D variantı. Ən sonuncu, mənfi 6,8-də 1-dən çıxmalıyım 0,8-i. Mənfi olduğuna görə qalacaq 0,2. 1-dən çıxıram 0,6-nı qalacaq burada 0,4. Bunların cəmi 0,6 Y variantı. Hasili də 0,8 B variantı. Burada gələcək B ilə Y.